1990-cı illərdə sosial-iqtisadi böhran fonunda sistemə lazımi investisiya qoyulmurdu. Tramvay parkı həm mənəvi, həm də texniki cəhətdən sıradan çıxmışdı. Xətlər isə baxımsızlıqdan yararsız hala düşürdü. Bu təkcə köhnə vaqon problemi deyil, bütöv şəbəkənin effektivliyinin düşməsi demək idi. Və 2004-cü ildə tramvay sisteminin ləğv edilməsinin ən əsas iqtisadi səbəbi kimi rentabellik problemi göstərilir. Şəhərdə mövcud olan 32 marşrutdan cəmi 6-sı iqtisadi cəhətdən özünü doğruldurdu. Yəni sistem xərclərini qarşılaya bilmirdi və səmərəliliyini itirmişdi. Rentabelliklə yanaşı tənəzzülü sürətləndirən başqa amillər də var. Şəhərdə avtomobillərin sayı sürətlə artması, yolların genişləndirilməsi ehtiyacını yaratdı və bu tramvay reyslərinin sökülməsini sürətləndirdi. Rels söküldükdən sonra onların yerində avtomobillər üçün əlavə hərəkət zolaqları salındı. Mənbələrdəki ekspert yanaşmalarında bir tənqid də vurğulanır. Zolaqların sayını artırmaq hər zaman tıxacın qarşısını almaq deyil. Üstəlik tramvay yolları hasarlanmadığı üçün onlar tıxaclara düşür və normal hərəkət edə bilmirdilər. Yəni sistemin öz yolu ideyası praktikada tam işləmirdi. Bütün bunların fonunda Bakı tramvayı 2004-cü ilin yanvarında sonuncu reysini tamamladı və həmin il tramvayla yanaşı trolleybus şəbəkələri də tamamilə ləğv edildi. Beləcə 1889-dan başlayan relsli şəhər nəqliyyatı tarixində Bakı üçün bir era bağlandı. Amma burada ən vacib balansı qorumaq lazımdır. Bugünkü tıxacları sırf tramvay ləğv oldu deyə izah etmək düzgün olmaz. Şəhər böyüyüb, coğrafiya dəyişib, həyat ritmi artıb, avtomobilləşmə kəskin yüksəlib. Bu təkcə Bakının yox, böyüyən şəhərlərin klassik sınağıdır. Məsələ ondadır ki, şəhər böyüdükcə sərnişinlərin rahatlığı üçün daha çox insanı daha tez mənzil başına çatdırmaq üçün ictimai nəqliyyatın öz yoluna ehtiyac daha da artır. Və Bakı bu ideyanı bir dəfə artıq qurmuşdu. Əvvəl Konkada relslə, sonra elektrikli tramvayında daha böyük şəbəkə ilə.